Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Amma ba'd. Ən birinci Allah Taala'nın bütün nemətlərinə görə Allaha çoxlu şükürlər olsun. Allah qardaşın evinə, malına, ailəsinə bərəkət versin. Və onu həmişə xeyir üzərində etsin. Və Allah tutduğumuz orucları, etdiyimiz ibadətləri qəbul etsin. Və sonra, sevgili qardaşlar, artıq 19-cu orucu əda etdik. Və biz son 10 günə giririk. Sabahdan Allah qoysa, sabah axşamdan Qadir gecələri başlayır. Və ən xeyirli gecələrdir. Yəni bu Ramazanın son 10 günü. Və ona görə çoxlu çalışmaq lazımdır. Və Quran aydı bilirsiniz. Quran aydı. Quranı oxumaq, xətm etmək və öyrənmək, əgər bilmirsənsə çalışmaq lazımdır. Və xüsusən də yəni bu son 10 gündə heç olmasa daha çox çalışmaq lazımdır ki, ola bilər indi əvvəldə biraz çətinliklər olub, məsələn tənbəlliklər olub və çalışmaq lazımdır ki, bu 10 gündə Quranı xətm eləyəsən, oxuyasan, ibadətləri çoxaltasan və həmçinin xüsusən gecə namazları da. Ümumiyyətlə, gecə namazları həmişə var, təkcə Ramazanda deyil. Gecə namazları həmişə 11 və 13 rükətdir. Ayşə anamızdan gələn hədis-i şərifdə radiyallahu anhə Resulullah sallallahu aleyhi və səlləm Ramazanda və yaxud da Ramazandan başqa vaxtda 11-13 rükətdən artıq qılmazdı. Yəni Resulullah sallallahu aleyhi və səlləm həmişə gecə namazlarını qılardı. Və həmçinin sahabələr və sələflərimiz bunu eləyiblər. Çünki Qiyamul Leyl, Təravih Ramazanda deyirlər. Yəni bunlar hamısı eyni namazdır. 11-13 rükət işa namazından, sünnətindən sonra işa namazını qılırsan, sünnəsini qılırsan, sübh namazının azanına kimi vaxtı olan bir namazdır. Və onun yəni ən yaxşı vaxtı da onun gecənin 1/3 axır hissəsidir. Və Ramazanda isə yəni işa namazından sonra qılınır, məsciddə qılınır təravih namazı. Və onun fəziləti çoxdur. Aleykum bi Rasulullah sallallahu aleyhi ve sellem Əbi Umamə Əl-Bəhili Ənə Rasulullah sallallahu aleyhi ve sellem qal Aleykum bi qiyamil leyl fə innəhu də'bus salihinə qabləkum və qurbətun ilə rabbikum və məkfərətun lissəyyiəti və mənhətun anil ism. Yəni sizə qiyamul leyl, yəni gecə namazını tövsiyə edirəm. Yəni gecə namazı qılın. O, sizdən əvvəlki salih insanların yoludur. O, Allaha yaxınlaşmaq üçün bir vasitədir. Yəni, o, çox gözəl bir ibadətdir. Və günahların təmizlənməsi üçün və insanı günahlardan çəkindirmək üçün. Görün, nə qədər faydası var gecə namazının. Və ümumiyyətlə, indi Ramazan ayında təravih namazı qılırıq. Yəni, bu həmən namazdır. Və onu bilirsiniz ki, imamla bir yerdə kim qılarsa və dağılışarlarsa, yəni bir yerdə qılıb qutarıb dağılışarlarsa və o bütün gecəni ibadət etmiş kimidir. Və o deyir sizdən qabaqki salih insanların yoludur. Şimdi bu məsələlər ki var qardaşlar, təsəvvür edin ki, gör nə qədər yaxşı əməllər var. Sənin günah eləməyə belə vaxtın olmaz. Sənin başqa şeylər fikirləşməyə vaxtın olmaz. Sən bu zikirləri, bu ibadətləri yerinə yetirsən, sənin üçün nədir? Bunların başqa bir iş görməyə, yəni günah iş görməyə sən heç vaxtın olmaz. Və Allaha yaxınlaşmaq üçün bir vasitədir. Yəni, Allaha yaxınlaşırsan bununla. Çünki gecə namazı yəni çətindir. Yəni, yuxudan durursan, əziyyət çəkirsən və namaz qılırsan. Elhamdülillah, yəni, həm də tək namaz, ümumiyyətlə, tək namazlar insan hər adamda olmur. Yəni, məsciddə qıla bilir, kimdənsə yanında olanda qıla bilir, rahat. Amma təklikdə olanda namazı qılmaq biraz çətinləşir, ağırlaşır. Bax, əsr, yəni möminin sifətlərindən birisi odur ki, tək olanda nədir? İbadətlər edir, nafilə namazlar qılır, gecə namazlar qılır. Əgər bunlar səndə yoxdursa, deməli problemdir. Və bunlar ağırdır, yəni təklikdə olanda. Hətta görsən, məsələn, gəldi soruşdu ki, mən münafiqlərdənəm, Hüzeyfə radiyallahu anhəmə. İndi sən gecə namazları qılırsan, fikir ver, nə soruşdu? Gecə namazları qılırsan, dedi, hə, dedi, onda get.
Çünki gecə namazını tək bir Allah görürsən, heç kəs görmür. Qaranlıq, birinci hava da qaranlıqdır və özün durursan, tək namaz qılırsan. Amma belə onu insanlarla görürsən, onlar nə edirsən də eləyirsən və yaxud da Allah bilir, bəlkə də insana riya girə bilər, amma onda heç riya girmirsən. Tək özünsən və ibadət edirsən. Və həmçinin sənin günahlarını təmizləyir. Günahlar təmizlənir insanda. Əlbəttə, Adəm övladı günah eləyəndir, xəta eləyəndir və səni günah eləməkdən də qoruyur. Yəni, gecə namazı insanı günah eləməkdən də qoruyur. Və ona görə də nədir? Bu, Ramazan ayının, yəni oruç tutmağın əsas səbəblərindən birisi odur ki, insan öz nəfsini nə eləməlidir? Tərbiyələndirməlidir. Oruç tutursan günüz oruç tutursan, nəfsini şəhvətdən, yeməkdən, içməkdən qoruyub saxlayırsan, gözlü haramdan, qulaqlı haramdan və s. Zahiri və batini. Və axşam da gecə namazları qılırsan. Və bir növ məsciddə təravih namazı qılırsan, sən öyrənirsən, təzə öyrənən olur. Və yaxud da məsələn, çətin olur olsun, qılır, sonra Ramazan ayı qurtarandan sonra yenə də davam edir. Ona görə də nədir? Bu ay nədir? Səbr ayıdır. Bu ay öyrənmək ayıdır. Və həmçinin görürsən ki, hətta nədir? İbn Hüseymin rəhmətullah aleyhidir ki, Şeyx bin Baz rəhmətullah aleyhidir ki, Ramazanda günah bir iş görmək daha şiddətlidir, yəni daha pisdir. Azabı, ağrısı çoxdur. Yəni, və yaxşı iş görmək, itaətlər eləmək Allaha savabı daha çoxdur, mükafatı daha çoxdur. Yəni, başqa vaxtlarda eləyənlər. Ona görə görürsünüz ki, bu fəzilətli ayda yəni, sənin üçün fayda var. Həmçinin qiyamət günü oruc və Quran sənin üçün şəfaətçi olacaq. Yəni, şəfaət odur ki, Allah Subhanahu ta'aladan sənin üçün bağışlanma istəyəcək. Və sənə şahidlik edəcək. Həqiqətən də bu oruç tuturdu, Quran oxuyan idi və o sənə şahidlik edəcək. Və həmçinin İbn Məsud radiyallahu anhu deyir ki, kim Quranı xətm edərsə, onun duası qəbul olmaz. Yəni, ən böyük zikirdir Quran, ən böyük duadır Quran. Rəbbimizin kəlamıdır Quran. Yəni, onun xeyri çoxdur və onun duası qəbul olar. İndi, əlhamdülillah, məscidlərdə xətm edirlər, yəni, hamısı bir yerə yığılışırlar. Məsələn, əziyyət çəkirlər də, imam da, cəmaat da bir yerdə həm ibadət edirlər, həm də imkan dairəsində yəni, Quranı xətm edirlər. Yəni, düzdür, Quranı xətm eləmək vacib deyil. Amma yaxşıdır ki, mümkün olsa, imkan dairəsində xətm eləmək yaxşı olar. Tək özün bir neçə dəfə xətm eləyə bilərsən. Yəni, amma umumən də cəmaatla bir yerdə çətindir. Yorulan olur, qocası olur, xəstəsi olur. Amma yəni, bacardıqca mümkünsə, o Ramazanda nə eləyəsən, Quranı xətm eləyəsən və o savaba. Yəni, əlbəttə ki, həmin vaxt dua edirsən, özün üçün, ailən üçün, müsəlmanlar üçün, ölkən üçün, xalqın üçün, hamısı üçün dua edirsən. Və ona görə də əsas məqsəd də həm də o deyil ki, soruşursan ki, Quranda hara çatmısan, nə qədər oxumusan. Əsas odur ki, sən ondan faydalanasan. Yəni, sən qəlbivə nə qədər təsir elədi o. Və ona görə yəni, bu fürsəti buraxmaq olmaz. Və həmçinin bilirsiniz ki, Ramazan ayı səbr ayıdır. Yeməyi tərk edirsən, şəhvəti tərk edirsən, içməyi tərk edirsən və haramları tərk edirsən və insanı qoruyan şeylərdən birisi səbirdir, bir də elmdir. Elm və səbir. Bu iki şey insanı fitnəyə düşməkdən də qoruyur. Yəni, insanda elm olarsa, hikmət olarsa, yəni o fitnəyə düşməkdən yəni, artıq qorunma var onun üçün. Və həmçinin səbir. Və Ramazan ayda bizə səbirli olmaq öyrətir, səbiri öyrətir və ona görə də nədir? Sən nə edirsən? Bu ayda çalışırsan və faydalı olur. Və Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, kim ki sənin vuruşmaq istəyərsə, nə ki, mən orucam. Yəni, səbirli ol, təmkinli ol, özünü saxlamağı bacarmalısan. Ömər ibn Abdülaziz rəhmətullah aleyhi bir nəfər söyür onu, bir qiyamət günü olmasaydı, mən də sənə söyərdim. Görünər də inanır. Bilir ki, hər dediyin sözə görə cavab verəcəksən. Qiyamət günü olmasaydı, mən də sənə söyərdim. Və ona görə də yəni, artıq bu Ramazan ayı bizi tərbiyələndirməlidir. Yəni, səbirli olmaq lazımdır. Və görürsünüz, İslamın əleyhinə, müsəlmanların əleyhinə danışanlar çoxdur.
Və sən də onu təhqir eləmə, o deyən kimi. Və sən gözəl şəkildə, yəni elmlə, helmlə, yəni gözəl əxlaqla sən də dəvət elə. Yəni gör oruc, yəni səbir, orucda öyrənmək və elm öyrənmək. Bilirsiniz ki, elmdə birinci şəri elmdir. Şəri elmi öyrənmək savablıdır və ümumiyyətlə elmin İslam heç vaxt qadağa qoymur. Əksinə, elmli olmağı bizə Quranda da, sünnədə də deyib. Düzdür, indi bəzi insanlar var, özü heç bir yəni elmdən bir xəbəri də yoxdur. Özünü elmli sayır, həmişə yəni cahilliyin, nadanlığın yəni sifətlərindəndir. Özünü ağıllı sayır, sən məsələn mövhumatçı sayır. Yəni bu təkəbbürlüdür. Yəni o elm də ala bilməyəcək heç vaxt. Yəni elmi qadağan, yəni qəbul olunmasına, yəni insanın oturuşmasına səbəb olan oturuşmasına qarşısını alan məsələlərdən birisi təkəbbürlüdür. Təkəbbürlük nədir? Özünü üstün görür, ağıllı görür, yəni çox güclü görür, sənə nə görür? Zəif görür, zəif olduğuna görə sən namaz qılırsan, oruç tutursan. Yəni bu onun fikridir. Yəni bu adamlar yəni düzgün eləmirlər. Məsələn, görürsən ki, İslam haqqında təhqir edirlər, müsəlmanlar haqqında, Quranımız, dinimiz, Peyğəmbərimiz və cavab da verəndə deyirsən radikalsın. Sən məsələn onu başa salırsan, cavab verəndə sən o deyən nə demirsən, düzdür əlbəttə. Və biz də onu dedik ki, o deyən kimi də olmaq, gözəl şəkildə elmlə və səndən deməkdir. Yəni biz də axır yəni öz əqidəmizi, dinimizi qoruyub saxlamalıyıq da özümüzü. Kimlə gəldi deyir onda hə qoy desin nə olmur axı? O da razılıq əlamətidir. Yəni biz də öz sözümüzü deməliyik. Ona görə də elm öyrənmək lazımdır, çalışmaq lazımdır. Və gördüyümüz kimi elmdə yəni Ramazanda bir cəm olunur bunlar hamısı. Və məsələn orucdur, səbirdir və əməl etməkdir, ibadətlərdir, əxlaqdır. Bunlar yəni Ramazan hələ belə məsələ deyil. Yəni oruç tutdun. Deyir Ramazanda ən asan şey yeməyi tərk etməkdir. Təsəvvür edirsən? Yəni ən asan budur. Ola bilər sənə çətin gəlir. Bəzilərine ola bilsin ən çətini gəlir. Yox. Çünki Ramazanda çox şey öyrənmək lazımdır. Ən asandır yeməyi tərk etməkdir Ramazanda. Ona görə də inşallah Allahdan istəyirəm ki, Allah da bizi sabit eləsin. Allah da bizim ibadətlərimizi qəbul eləsin. Allah bizi, ölkəmizi əmin-aman içərisində etsin. Allah düşmənlərimizi məhv eləsin. Fitnələrini öz başlarında çatlatsın. Allah əskərlərimizi qorusun. Ölkəmizin əmin-amanlığını qoruyan qardaşlarımızı qorusun. Balalarımızı qorusun. Allah da ölkə başçımızı qorusun. Ona sağlamlığı versin, güc, qüvvət versin, qalibiyyət versin, həmişə ona üstünlük versin və Allah Subhanahu taala onu bizim üçün xeyirli etsin və Allah taala onun ətrafını salihlərdən etsin və elhamdülillah əmin-amanlığımız var, şükür Allaha, Allah daha da çox atsın. Allah razı olsun. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa entə, nəstəğfiruke və nətubu ileyk. Allah razı olsun. Barakallahu fik.